Hər uşağın, hər yeniyetmənin əlində bir telefon var. Onlar real oyunlar əvəzinə virtual aləmi seçirlər. Bəs bu seçim onların sağlamlığına və psixoloji vəziyyətinə necə təsir edir? Bu sual internet və texnologiyanın sürətli inkişafı ilə cəmiyyəti narahat etməyə başlayıb. Ağa Ağazadə 19 yaşındadır. Mobil oyunlar və sosial media platformaları onun həyatının ayrılmaz hissəsinə çevrilib. Elə gün olmur ki, telefondan istifadə etməsin. Harasa gündəlik 2-3 saat vaxtım gedir. Orada uduruq, belə uzanır biraz mənfi təsir göstərir. Məsələn, emosiyalar biraz daha çox olur. Sosial şəbəkələrdən də isə, məsələn, Facebook, Instagram, yaxud da Twitter. Və hal-hazırda mən Instagram daha çox istifadə edirəm. Demək olar ki, hər kəs bunun yanlış olduğunu desə də, əməl edən tapmaq çətindir. Psixoloqlar hesab edirlər ki, yeni texnologiyaların gətirdiyi bəzi vərdişlər cəmiyyətin inkişafda olan fərdlərinin irəliləyişini ləngidir. Onlar sosial münasibətlərdən geri qalır, özlərini ifadə etməkdə çətinlik çəkirlər və bəzən bu, ailə-daxili münasibətlərin soyumasına qədər uzana bilir. Əksəriyyət bu kimi halları sıradan hesab etsə də, cəmiyyətin istiqamətverici hissəsi məsələnin ciddiliyini anlayır və həyəcan təbili çalır. Günün böyük hissəsini sosial media və virtual oyunlara həsr edən şəxslərdə psixi pozğunluqların yaranması və bunun bir vərdişə çevrilməsi heç də arzu olunan hal hesab edilmir. Gənclik yaşına qədər gələn uşaqlar, yəni daha çox, hətta dünyaya yeni göz açan körpələrimiz belə artıq belə deyim ki, belə demək mümkündürsə, bu internetlə dırnaq arası zəhərləniblər. Və necə qoruyaq? Bununla bağlı çox həyəcan təbili çalınır. Bununla bağlı valideynlər də narazılıqlarını bildirirlər. Təhsil müəssisələri də, cəmiyyət də deyək ki, parlament olaraq biz də, üzvlər də sadəcə olaraq bu elə bir, belə deyim ki, böyük bir bəladır ki, bununla yəqin ki, sadəcə bir ölkə deyil, ümumilikdə bütün dünya birlikdə mübarizə aparmalıdır. İnternet və yeni texnologiyalar həyatımızı asanlaşdırsa da, onun arxasında gizlənən təhlükələrə biganə qalmaq olmaz. Mütəxəssislər isə deyirlər ki, virtual aləm nə qədər cazibədar görünsə də, real həyatın dəyərlərinin qorunması işıqlı gələcək üçün vacibdir. Qasım Xuluflu, Fariz Quliyev, Qadir Əliyev, İTV Xəbər.